Karapetyan Ermənistanın Ivanishvilisi olmaq istəyirdi. Paşinyan buna imkan vermədi. Paşinyan hakimiyyətin dadını artıq hiss edib, fərqi yoxdur, istər katolikos olsun, istər biznesmen. Onu əldən verməyəcək. Bu fikirləri TV xəbərə müsahibəsində Rusiyanın Nasionalna Oborona jurnalının baş redaktoru, tanınmış hərbi siyasi ekspert Igor Korotchenko bildirib. Rusiyalı ekspertin Ermənistandakı daxili siyasi proseslər və Karapetyanın Moskvadakı ermənipərəst dairələrin yeni Vardanyan 2 layihəsi olub-olmaması barədə fikirləri xüsusi müxbirimiz Fərid Əkbərovun süjetində. Ermənistanda hazırki hakimiyyətə müxalif qüvvələrin təqib olunması, erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış ittihamı ilə həbsə atılması, keşiş Baqrat Qalstanyanın saxlanılması və terror aktları hazırlamaqda və hakimiyyəti zorla ələ keçirməyə cəhdə ittiham olunması, Moskvanın Paşinyan hakimiyyətini devirmək istəməsi iddialarını yenidən gündəmə gətirib. Rusiyalı ekspert Igor Korotchenko'nun fikrincə, Paşinyan Ermənistanda vəziyyətə əminliklə nəzarət edir və öz hakimiyyətinə qarşı istənilən təhdidi bütün yollarla aradan qaldırmağa hazırdır. Paşinyan vəziyyətə nəzarət edir. Özünə qarşı hər hansı təhdid cəhdlərinə dərhal zərbə indirir. Fərqi yoxdur, bu katolikos və ya biznesmen olsun. Vacib deyil. Paşinyan hakimiyyəti vermək istəmir. Çünki o hakimiyyətin dadını hiss edib. Ona görə də onu əldən verməyəcək. O ki qaldı Karapetyana, o ermənilərin Bidzina Ivanishvilisi olmaq istəyirdi. Düşünürəm ki, Ivanishvilinin Gürcüstanda oynadığı rolu Karapetyan Ermənistanda oynaya bilməz. Bunu Ermənistanda ona başa saldılar. Karapetyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri həbs etmək istəməsə də, Paşinyan dərhal onu vəzifədən uzaqlaşdırdı. İndi Karapetyan cinayət məsuliyyətinə cəlb olunub. Korotchenko proqnozlaşdırır ki, Paşinyan Karapetyandan azadlığa çıxması qarşılığında biznesmenin Ermənistandakı hissələrini əlindən ala və bununla da xarici güclərə bağlı erməni oliqarxların hakimiyyət iddialarına son qoya bilər. Necə ki, bundan öncə erməni əsilli Rusiyalı oliqarx Ruben Vardanyanın belə iddialarına son qoyulmuşdu. Bundan sonra vəziyyət necə inkişaf edəcək? Ola bilsin ki, Karapetyanla ticarət olsun. Ondan azadlığa çıxması qarşılığında Ermənistandakı hissələri əlindən alsın. Bu onu göstərir ki, hər bir zəngin oliqarxın öz siyasi ambisiyaları var. Lakin biznes və siyasət ayrı-ayrı şeylərdir. Karapetyan uğurlu biznesmen olsa da, çətin ki, siyasətdə uğur qazana bilsin. Çünki Paşinyan Ermənistanda siyasətə müdaxilə etmək istəyən və onun rejiminin dayanıqlığını təhdid edən erməni oliqarxların bütün aktivliyinin qarşısını qətiyyətlə alacaq. Rusiyalı ekspertin fikrincə Ermənistanda hakim elitada yeni konfigurasiyalaşma gedib. Ermənilər indi daha real düşünməyə başlayıblar. Hakim elita Rusiyadakı ermənipərəst qüvvələrə bağlı olan kilsə oliqarx Qarabağ klanı üçlüyündən fərqli olaraq yaxşı başa düşür ki, yeni müharibə olacağı təqdirdə erməni tankları ilə Bakıya getmək arzusu artıq keçmişdə qalıb. Ermənistanın maksimum ümid edəcəyi onun beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində inkişafıdır. Azərbaycan ərazilərinə nəzəri cəhətdən belə iddia etmək çıxılmaz yoldur. Ona görə də Paşinyan heç bir halda hakimiyyəti əldən verməyəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.